Sabahınız xeyir, gününüz aydın olsun. Günümüzün ilk işi kondisioneri qoşmaq. Kondisioneri qoşdum, biraz ev sərnisin. Onsuz da sərin olur səhərlər. Amma indi yenə bu bitmişdi, yenə mamam alıb. Axşam açdım rulonu. Çox əlimdən tutur. İnansız hər şey ondan istifadə edirəm də, hər şey. Bu quruşka da burada su quruşkasıdır. Bir daha gününüz aydın olsun. Kanalımıza, evimizə, videomuza xoş gəldiniz. Əziz xalalarımız, bacılarımız, əziz izləyicilərimiz, o bir şey. Deməli, bugün evdəyik. Qonaqlarımız var. Xalam, gəlinləri, özü, uşaqlar falan bizə qonaq gələcəklər, ailəvi. Ona görə tez durmuşuq, dedik erkən oyanaq, işlərimizə başlayaq. Kondisioneri qoşdum, mama ventilator sevmir, bilirsiniz. Biraz ev sərinlənsin, uşaqlar hələ yatıb, gözləyirəm oyansınlar, onlara yemək verib, sonra yemək falan bu şeylərə keçid edəcəm. Biraz obaya çıxdım, qayıtdım. Bir şeylər aldım, uşaqlara marojna aldım, onlar yeyirlər. Deməli, belə bir dənə çörək aldım, böyük çörək, zavod çörəyi. Ondan sonra belə xiyar. 1.50-yə xiyar alırıq da, təsəvvür eləyin, iyun ayıdır. Bu pomidora, bəlkə də inanmayacaqsınız, mən bu pomidora 3 manat 70 qəpik vermişəm. 6 dənə pomidordur, 2 manat 50 qəpik idi kilosu. Həyat o qədər bahalıdır ki, həqiqətən. Daha sonra vanil, qabartma, evdə var idi, yenə aldım. Bir dənə bilirsiniz, keks falan şinet bundan hazırlayıram. Ona görə də bir dənə dəyirman unu, belə muka, dəyirman unu. Daha sonra qoy görüm, burada nə var? 1 kilo qənd. Qəndimiz qurtarmışdı. Bir dənə şax çayı, bilirsiniz bu çayı çox sevirik. Böyüdür, 200 qramlığıdır. Bir paket duz. Ondan sonra duzumuz bitmişdi. Aqua Fresh. Bunu da çox sevirəm. Diş pastası. Pastamız bitmişdi. Bu da bu sabunlar. O qədər sevirəm. Əsas da bu mangol. Ölürəm bunun ətri üçün. Belə. Biri belə, bunu çox sevirəm. Biri də belə. 2 dənə əl üz sabunu. Konfetimiz vardı, amma biraz da belə aldım. Təzə gəlmişdi, dedim dadına baxaq. 1 manat 50 qəpiklik. Vəssalam, bir də uşaqlara marojna. Tez alıb qayıtdım, çox istiydi. Özümü bir oldu evə saldım. De gətirdim bankalar ki, elə dəniz isti burada da boşaltsın. Boşalt açqın. Çöldə, stolun üstündədir. Boşalt, yerlərinə boşaldaq. Ay sağ ol. Elə boşalt bankasını, sonra yuyarıq. Ev yox, mən bağlayarım. At qaşığın da içinə. Çayımızı da elə. Çayı da boşalt. Qətdə tökkalarını aparıb bankasına tökərik. Onu da boşalt. Zibillərini də ver mənə, yığım. Qaşığı qoy içinə, qaşığı. Ondan sonra seylə. Qapağı mən örtərəm. Qəndi də tök. Aç, qəndi də tök. Eyb yox, heç olmaz. Yox, belə əy tök. Belə? Yavaş, az tök. Elə ki, paketdən dağılmaz. Tök. Ay, sağ. Biraz da tökə bilərəm. Bəsdir. Qapağını qoy. Bir bağlanmış. Şokoladı xardinkə qoyum.
kondisioneri söndürmüşəm, üstünüzə sağlıq. Elə bil ki, mənə pis təsir edir, xəstələnirəm. Onu qoşan kimi. İndi ventilatora qoşmuşam, bilmirəm, onun da səsi sizə gəlirmi, külək səsi gəlmirmi? Yəni, çox artıq gəlsə, üzrlü hesab edin. Deməli, qonaq hazırlıqlarına başladım. Burada piçenya hazırlayıram. Həm keks hazırlayıram. Umacılı həm keçən səfər dəniz hazırladığımdan bir tava ondan edəcəm. Bir də biraz istədim piçenya edim. Daha sonra marketdən şirniyyat almayacağım. Elə piçenya və piroq pişirirəm. Deməli, burada var 2 ədəd yumurta, 1 stəkan duru yağ, 1 stəkan qatıq, 1 stəkan yarım da pesok. Bunları elə belə, yəni də belə qatışdıracağım. Daha sonra bura ununu əlavə edəcəm. Bir vanil, bir qabartma. Qabartmadan amma mən həmişə bir damcı saxlayıram. Çünki çox olur. Elə başa düşürəm ki, çox olur. Ona görə, yəni mən həmişə saxlayıram. Belə kütləmizə un əlavə edib xəmir yoğuracağım. Kütləmiz hazırdır. Unumuzu əlavə edək. Mən ancaq Ayla bu paketi tut. Ancaq bu unlardan istifadə edirəm şirniyyatlara. Apardığı qədər əlavə edəcəm. Birinci həmişə qaşıqla qarışdırıram, sonra başlayıram xəmir yoğurmağa. Bir də ventilator zəif da qoy, külək çox deyəsən səsimi eşidilmir. Biri məni xəstələndirir, birinin küləyi qoymur, çəkiliş eləyin. Biraz da onu əlavə eləyim. İndi başladım əlimlə yoğurmağa. Piçenya xəmiri soyuq ərzaqlarla yoğurulmalıdır. Bəlkə də bilirsiniz, yəni bu da dedim qoy sizə deyim. Çünki piçenya xəmiridir, kətə xəmiridir. Bunlar soyuq ərzaqlarla yoğurulanda daha yaxşı olur. Belə xəmir yoğururam. Düzdür, ələ yapışan xəmir olacaq. Duru yağla əlimizi yağlayıb, yumurlayıb tufovka listinə düzəcəyik. Belə xəmir alınır. Baxın, nə qəşəng kövrək. Ələ hafif yapışır, onu da yağlayırsınız və salam. Listimdə unut. Belə balaca şariklər götürürəm. Mənə həmişə zəng gəlir də bu telefon əlimə alan kimi. Belə şariklər götürürəm, belə batırıram. Və salam, qoyuram pişməyə. Bu qayda ilə eləyirəm. Birini də göstərim, sonra zəng gəlir. Danışmalıyam. Belə. Belə hazırladım. Vişnəli, göyəmli, gilas, hər şey doğramışam da bunun içinə var buzlamadan. Üzərinə də umac əlavə eləmişəm. Bu piroqum, umaclı və meyvəli piroqum. Burada peçenyelərimi hazırlamışam. Burada artıq qalandı. Bu bişsin, sonra boşaldacağım listi. İndi qoyuram sobaya. Tufovkaya bişsinlər. Daha sonra son hallarını da göstərərəm. Suzinin yaşayışı. O qız oxşayır buna verir, bu oxşayır ona verir. Canım. Nə var ki, mən çəkirəm axı. Çəkməyə qoymur da. Ama bir ağzı açıq yatmışdı. Gedim sizə şirniyyatlarımı da göstərim. Gedim sizə şirniyyatlarımı göstərim. Zuzinin yeri də orası orada yatır. Biz də onun altının o şeydi orada. Nədir? Belə yumuşaq bir şeydi də. Onun üzərində yatmağı sevir. Gedim sizə şirniyyatlarımı da göstərim. Buralar biraz
Buradan Aylinin bəbişqasını da göstərim sizə. Belə qəşəng bantikli, cicişli, micişli geyindirmişik. Gözləm ama cicişli, micişli geyindirib ki, qonağımız gəlir. Baxın bunun papuçlarına, əlcəyin falan hər şeyini taxıb ki, qonağımız gəlir. O bəbişqabın hədiyələrini götür. Nəhayət şinyətlərimi göstərim sizə. Deməli, bu peçenyaların, bəzisini çox qızartdım bir partiya, bir partiyasında ağ. Çünki Aylin çox qızarmış sevir, biz ağ. Bu belə, ondan sonra dəhşət askırmışam, alergiyam yenə pik yüksəklərdədir. Bana bilirsiniz ki, anam Ona görə burnumu çox çəkirəm, üzürlü sayasız. Bu da umacılı və meyvəli olan əsl yay piroqum. Əslində mamam bunu pişirirdi, sadəcə umaz yəni qatmırdım. İndi umac da qatmışam. Belə bu şirniyyatımız, nə? Yox olur da. Ən yaxşısı evdə bişirmədir. Həm bərəkətli, bol, həm də tərtəmiz insan evdə bişirir. Mən bunların içinə damla şokolad, susam, hər şey, kakos, hər şey yeyə bilirik. İndi evdə olan pesok idi, pesoklu elədim. Bu da belə. İndi başlayım yeməklərimi. İndi də yemək hazırlayıram. Deməli, belə nə hazırlayırıq? Burada sizə göstərim. Mal ətidir, dana ətidir, körpə. Biz yəni dana əti alırıq da, hər zaman mal əti yox. Belə az sulu sos kimi bişirirəm. Biber falan doğramışam. Duz istiyor, sarı kök, soğan, kartofunu, ətini pörtətmişəm, qəşəng əlavə eləmişəm, qovururam. Tomat əlavə eləyəcəm, bir dənə pomidor doğrayacağam, bir də su. Azca da su əlavə eləyəcəm. Burada da toyuq əti qoymuşam, pörtlənsin. Özəyə xodda üzüm qoymuşam. O pörtlənsin, onu da kartofla qızardacağam. Bir sulu, bir də quru yemək olsun istədim. Onu da qəşəng kartofla falan qızardacağam. Və salam, bugünkü menümüzdə bozbaş, az sulu bozbaş, nə bilim qovurma kimi də belə. Bir də toyuq əti olacaq. Toyuq kartof qızartması. Bizim evin ən vazgeçilməzidir də toyuq kartof. Aylinin ən sevdiyi. Böyle bu biraz qovrulsun. Həyətdə bişirirəm. Evdə də kondisioner işləyir. Hava dəhşət istidir də isti. Qovrulur. Böyle tomatını falan əlavə edəcəm. Biraz da qovrulsun. Qonaqlarımız gəliblər. Mən də bütün yeməyimi hazır eləmişim. Bir dənə kartofumu da qızardıram. Baxın, belə böyük qızartdım. Təzə kartofdur, özü də xırda kartofdur. Mən belə olanda yəni doğramıram da. Özüm elə belə seçmişdim. Bozbaşım da orada bişir. Çayımı dəmləyim. Xalalar, biz bir həşimlə evdən çıxdıq. Deməli, qonaqlarımız getdi, xalam gəlinlər falan getdilər. Deməli, biz bura gəlmişik, veşləri hansı ki yığmışıq. Nə? Yoldaşımın tanışı gələr. Orada gəldik, veşlərə baxdıq belə. Burada onların yanında quzular falan var. Yo, keç biraz qabağa. Fidaşqa atası mən gəlmişik. Burada kuzular var, koyunlar var. Onlara bakır. Hani balaca, burada balaca da kuzu da var idi. Bala ama getdi. Kuzu. Ay kuzu hardasan? Burada möhtəşəm bir dənə qoz ağacı tapmışam. Balacadır, bala ağac deyirəm mən buna. Buna baxın qozuna. Amma qozu var. Ay, adam belə yerlər məhtəşəm. Fidan belə yerlər sevir. Aha, səsini çıxartdı. Mə elə. Səs çıxartdı. Mə elə. Ay Fidan, anasının çiçəyi. Burada indi tut ağacı da var. Burada belə qorxuram belə çox otluq yerlərdən. Hə? Nəyi? Külək də var, hava dəhşət küləkdir. Daha burada nəysə əkibləri. Çünki niyə? Buradan bu şey deyil, sulamaq üçün olan şlankdır da. Hə. Oy, ilişdim tut ağacına.
Burada da baxın, tut ağacı. Əlin təmizdir, qoy atan əlin yumağa getdi. Ay, dəhşət külək var. Elə gözəl qara tutlar var. Hə, ye. Qır baxım. Baba çok uygun. Yavaş. Ana tut görsən ha. Hə, görsənir. Görsən. Video çəkirdim. Ne kadar görsən. Kimdir o? Qoyunlar var. Koyunlar askırı. Bu kimdir? Buna bax. Nəysə, uşağa qıyır. Bax, bax, bax. Bax bu sənin üçün. Bax, bax, Bəs. Sağ ol. Şirin diye. bax. Qəşəngdir ha. Hı. Gəl bura. Gəl bura. Gəl bura. Sağ ol. Gəl bura. Ay, gəl Fidan. Gəl bura. Ala. 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 Ne kadar var? Elimde varıymış ki. Yığıb. Anlayayım ala. Hiç vardı ki bilmiyorum ya ala. Niyə küsə bilmirsən ki? Ala. Aslı. Ağzım battı. Necə vurdun mənə? Ala. Hər yerim batdı. Hiç tam orası var. Yağış servis. Maşına da baktı. Ama var yoktu. Bilmiyorum. Var. Yoktu. Ala. Ata ben şuna bak. Qızlar. Xalalar. Mən Güzelliği. üzülürsən. Aman tanrım. Belə ailə söhbətlərini çəkməyi sevmirəm. Aman Mikros. Demişdim, indi bilmir necə könlüm alsın. Bəsdir. Yiyeceğim. Ama yavaş yığdı, ye kızım ye. Buna bak. Buna bak. Niye çoksun? Buna bak. Ata ben şuna bak. Hara girin sana o? Özüm Yürək geleceğim. biraz ailin gel axıra. Ha. Oy onca yığıram Bir da. de ne var? Maşında ne var? Allah, iştah mənə elə qalib gəlir. Ata tatlıktasın ne boydu? Bakın. Baba sen de tatlıktasın. Harda da. Maşından nəsə yoldaşım axtarır tapsın, biz yığmaq üçün. Heç bilmədim ya, burada belə bir şey var. Bilsəydim gətirərdim. Biz şey eləyərdik də, yəni uşaqlar üçün də. Adam Fidan özü üçün mahnı oxur. Burada veşlərimin içində bankalarım var idi. Yoldaşıma dedim, tapdım, verdim birini. Dedim yusun. Atamız şey eləyək. Bu sevgilim yağdan belə saxlardı. Üstündə nəsə yoxdur, mən yumamış. Bu da heç bilmir. Atası bunu öyrədib ki, göt tutu yumaz da. Hə. Ağacdan prama yeyərlər. Qəbəldə də mən bilirdim. Mama nə görə deyirdilər, yuyumurum. Qəbələyə gedəndə belə meyvəli ağaclı çəkilişlərim çox olacaq inşallah. Valla Qəbələdə belə yoxdur, amma bunun ağı var. Ağını mən çox sevirəm, ancaq yemirəm də. Belə adam görəndə dişi ayıra buna yedim, amma üçlər saxlası sonra həvəsim soyur. Amma bundan da yəni yerisə yeməyim gəlir. Şirindir, hə, dadlıdır. O düşməcə olunca möhkəm olur nədənsə. Hə. Yudun. Ha. Get bunları Sən boşalt. saxla bunu. Deyim boşaldım. Mən də yığacam içinə. Sən saxla, mən gələcəm. Yığırıq. Elə burada yuvar olur. Ayda burada boyası kutular üstündə. Yo, dəymə götürmə, qorxar. Burada nə boydası var? Hə, yox. Tut ağacına çox qurd olur da, hə mama? Xalalarına baxın. Bəzə ölə bilər. Çok güzeldiler. Bilmem buralarda düşmürlər. Ona baxın, bəziləri ölür. Ayda, nəfs olur. Ölür. Neyse, mama temizliyə düşürməmiş verilməsinə. Bye. Biz tutumuzu yığdıq, baxın, bir banka yığa bildik. Belə, indi gedirik evimizə.
var böyle. Harda? Ha, lap yuxarıda. Ha. Hörümçək görüb Fidan. Hörümçək deyil, mən çox xətrinə deyir onu. Nədir bəs o? Ay bilməm, çünki var idi Amerikandan hörümçəyi. Ha. Xətrinə deyil o hörümçəkdirsə, canavar kimi şey. Ay, burada da var. Bu nədir? Bu hörümçək deyil axı elə bir. Yox, deyil. Yiyip kurt yiyip o yarpağı. Ha. Ne bileyim ben. Amma yox ata, bir Gedireyim. gördüm belə hörümçək kimi idi, belə idi. Hörümçək kimi idi, hörümçək idi. O qapını yaxşı bağladın. Buranı deyirəm. Gedirik. Evə. Bizim evimiz saat. Quzular sağ olun. Qapı açıqdı çıxırlar. Balaca harda, ne balaca getdi. Balacanı çəkəmədik. Balaca Hə. gəlir, Bu maşınlar kimindir? Ne bileyim onu değil. Bu maşınlarla. Maşınların diye ne maşın düşüyor. Onu demirəm, o birisini deyirdi. Ne maşın düşüyor. Belə gedirik. Evimizə. Görə Aylin sevəcək bu turtları. Mən də sevərdim. Zəhmət.